Rəna ilə birlikdə partiya hazırlaşırıq. İndi seçim edəcək. Rənanın saçlarını bururuq ya düzləşdiririk? Rəna hansı? Bu. Bunlar nədir? Zakokalar. Əslində belə də qəşəng qalıb saçları. Yox, bu. Ay! Pardon. Qışqırırsan. O vay amma. Ay Rəna, mən heç deməmirəm sənə. Özdə bu daraqda saçı yolmur. Ay! Qorxdum. Canım. Rəna, Hə, insanlara bir sənə nə maraqlıdır? nə maraqlıdır. Sənin neçinci sinifdə oxuduğun? Bir. Bu ildə inşallah gedəcək 2-ci sinifə. Mama, bir-birimizi ən sevdiyimiz xasiyyətlərindən danışaq. Danışaq. Birinci sən başla. Mənim ən sevdiyim sənin xasiyyətin budur. Mənə normal deyirsən, Rəna qızım get dərslərini çalış. Bir dənə də var, öz-özünə deyirsiniz ki, papa, sən, mən. Rəna sənə sürpriz eləyir, durgin patalarını geyirik bir yerə. Məsələn, o xasiyyətindən çox sevirəm. Sənə dərslərimi oxu demədən oxuyub gəlib deyirsən, mən dərslərimi bitirmişəm. Və mən də onu çox sevirəm. Məsəl üçün bax, sənin bu aksesuarların hamısı pullandır ha. Mən buradan bir dənə səpə alam, sənə deyirəm mama ala bu pulu, sən yo, Rəna, o pul səndə qalsın, mənə lazım deyil. Məsələn, onda sevirəm. Hədə sən mənim qızımsan da. İndi saçdan sonra Rəna paltarlarını da seçəcək. Canım qızım. Canım. Bu Diyan, Rənanın saçları. Yığma ya. Ay qız, hələlik yığıram. Hələ prosta belə. Hə. Baxın. İndi paltar seçəcəyik. Rəna partiya hazırdır. Leyla, hazırsan? Hə, Leyla da hazırdır. Nə edirik? Partiya gedirik. Getdik. Mən də partiya gedim. Sən də partiyaya gedirsən? Hə. Yaxşı, onda bay-bay elə. Bye. Nuray salam. Bravo! Alkışlayın efendim kızım. El çalan çalan. Çok. Hocam size. Gel burada dostum yanımıza